gözəl gündən təbrik edirəm. Bilirsiniz ki, idman hər bir insanın həyatında çox vacib bir rol oynamalıdır. Çünki idman sağlamlıqdır. Sağlamlıq da bizə imkan verir ki, biz vətənimiz uğrunda, dövlətimiz uğrunda çalışaq, oxuyaq, işləyək. Hər şeyin təməli sağlamlıqdır, sağlamlığın da təməli idmandır. Değerli tədbir iştirakçıları, bugün Velosiped Federasiyası, Ağdaş rayon İcra Hakimiyyəti, Ağdaş rayon təhsil sektorunun təşkilatı dəstəyi Uşaq Gənclər İdman Şahmat Məktəbi ilə birlikdə velosiped idman növü üzrə rayon açıq turniri keçirir və bu tədbirin keçirilməsində bizə yaxından dəstək göstərən Velosiped Federasiyasına, Ağdaş rayon İcra Hakimiyyətinə və Ağdaş rayon təhsil sektoruna dərin təşəkkürümüzü bildiririk. Əziz idmançılar, bugün keçirdiyimiz tədbir Azərbaycan Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuşdur. Hansı ki, idmana rəhbərlik edən Cənab Ali Başkomandan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2005-ci ildə sərəncamı ilə Bədən Tərbiyə və İdman Günü təsdiq olunmuşdur və bundan sonra da silsilə olaraq hər il bu tədbirlər keçirilir. Və mən çox danışıb vaxtınızı almaq istəmirəm. Burada bizim dəyərli qonaqlarımız iştirak edir. Əvvəlcədən təşəkkürümü bildirirəm və onları təqdim edirəm. Azərbaycan Velosiped Federasiyasının 4 rəhbər heyəti Elçin müəllimin başçılığı ilə burada iştirak edirlər. Mən Velosiped Federasiyasına başda Elçin müəllim olmaqla nümayəndələr hamınıza təşəkkürümü bildirirəm. Bizim dəyərli rayon icra hakimiyyətinin başçısı, hansı ki bu velo yürüyüşün, velo idman növünün rayonumuzda keçirilməsinə təşəbbüsçü olubdu. Orxan müəllim, sizə dərin təşəkkürümüzü bildiririk ki, yeni yaradılan velosiped idman növünə Ağdaşda keçirilməsinə təşəbbüs irəli sürdü, təşkilatçılıq elədiniz. Və bizim rayon təhsil sektorunun müdürü Rüstəm müəllim, sizə bu təşkilatçılığa görə dərin təşəkkürümüzü bildiririk. Yerimiz var. Güçlü kolumuz, mükemmel irademiz var. Her bir yarıştan galip dönerik. Hiçbir rakibe ümit aman vermeliyiz. Galibiz. Hürriyetli ülke, galip gençleri, dünyalanışa, yüreği düşmek içinde, düşmedi bayrak, yedi göğsünde, yenilmez bir Azerbaycan. Sabaha gider müzeffer destemize. 2011-2013 təvəllüdlü velosipedçilər arasında 3-cü yerə layiq görüldüyünə görə İsmailzadə Vasif təltif olunur. Buyurun. Kərimli Məhəmməd 2-ci yer. Kərimov Samir 1-ci yer.